Salam, hər vaxtınız xeyir. Mən Nur Akademi Tədris Mərkəzinin riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə ibtidai riyaziyyat üzrə MHM 2025-in yeni nəşrdən ədədlərin yazılışı və oxunuşu mərtəbə sinif mövzusunun 1-dən 40-a qədər olan testlərinin izahını təqdim edəcəm. Hal-hazırda oktyabr qrupumuzla dərslərimiz başlayıb. Siz də dərslərdə iştirak etmək istəyirsinizsə 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərsiniz. Qeyd etmək istəyirəm ki, ibtidai riyaziyyat üzrə dərslərimiz onlayn formada, Zoom proqramı ilə canlı formada keçirilir ki, siz istədiyiniz vaxt səsinizi açıb suallara cavab verə bilirsiniz. Öz suallarınızı da ünvanlaya bilirsiniz və hər zaman qaydalar sual-cavab şəklində soruşulur. Ən çox müdavimlərin soruşduğu məqam bu hissədir ki, qaydalar sual-cavab eləyirikmi? Bəli, eləyirik və Zoomda səsiniz bağlanmır. Yəni, özünüz istədiyiniz vaxt, istədiyiniz zaman səsinizi açıb, istədiyiniz sualı ünvanlaya bilirsiniz dərs barəsində. Gəlin başlayaq MHM-in belə deyək, ədədlərin yazılışı və oxunuşu mərtəbə sinif mövzusunun birinci sualından. Deməli, deyir ki, 9 milyard 52 milyon 17 ədədin rəqəmlərinin yazılışını göstərin. Deməli, ədədlərin yazılışında 900 milyarddan söhbət gedir. Deməli, milyard ən böyük sinif olduğu üçün yazıram milyardlıqlar sinifi. Daha sonra gəlir milyonluqlar sinifi. Daha sonra gəlir minliklər sinifi. Daha sonra gəlir təkliklər sinifi. 900 milyard dedi. Deməli, 900 yazıram milyardlıqlar sinifinə. 52 milyon dedi. Milyonluqlar sinifinə 52-ni yazıram. Daha sonra 52 milyon 17 dedi. Daha minliklər sinifinə heç də demədi. Və bilirəm ki, hər sinif 3 dənə mərtəbə qiymətindən ibarətdir. Buna uyğun olaraq da mərtəbə qiymətləri olmayan, yəni 3-ə birincidən başqa, belə deyək, 3-ə tamamlamalıyam. Əgər baxın 2 dənədirsə, qarşıya bir dənə 0 yazmalıyam. Hər zaman qarşıya yazılır bu 0. Səbəb də bundan ibarətdir ki, çünki burada 17-dir. Əgər mən bunun sonuna 0 yazıb 3 rəqəmi tamamlasam, artıq bu 170 olacaq. 17 olmağını itirəcək, amma bizə 17 deyir. Minliklər sinifində ümumiyyətlə ədəd yoxdur deyə 3-0 yazıram. Milyonluqlar sinifində 52-dir, 0 yazıram qarşıya. Deməli, hər bir sinif 3 dənə mərtəbə qiymətindən ibarət olduğu üçün hər bir sinifdə 3 rəqəm olmalıdır. Təkliklərdə 2 rəqəm var, birini özüm artırıram. Minliklərdə ümumiyyətlə rəqəm yoxdur, heç adını çəkməyib. Ona görə 3 dənə 0 yazıram. Milyonluqlarda da belə deyək 52-dir, 1-0-ı özümdən yazıram. Deməli, doğru cavab olur yazılış B variantı. Daha sonra yenə də deyir 752 milyon. Deməli, ən böyük sinif dediyi söz milyardlıq demədiyi üçün milyondur. Milyon, daha sonra gəlir minlik, daha sonra gəlir təkliklər sinifi. Deməli, 752 milyon yazıram, 752 milyonluqlar sinifinə. 12 min, 12 yazıram bura, 1000. Aha, 37 yazdım bura, 37-ni. İndi bilirik ki, hər sinifdə 3 rəqəm olmalıdır. Ona görə bir dənə 0 bura, bir dənə də 0 bura yazıram. Deməli, doğru cavab olur A variantı. Daha sonra 12 milyard 12 necə yazılır? 12 milyard 12 deyir. Deməli, birinci gəlir milyardlıqlar sinifi. Daha sonra gəlir milyonluqlar sinifi. Daha sonra gəlir minliklər sinifi. Daha sonra gəlir təkliklər sinifi. 12 milyard 12-ni yazıram. Milyard dedi. Daha sonra bir dənə də ancaq təklikdən 12 dedi. Nə milyonluğu demədim, nə minliyi demədi. Dedi ki, ilk ədəddən başqa, çünki 0 ilə başlayan bir ədədim yoxdur ki, burası 0 yazım. Ona görə ilk ədəddən başqa digər ədədləri 3-ə tamamlayıram sinifləri. 3 dənə 0, 3 dənə 0, 0, 12. Deməli, 3-də də doğru cavab olacaq B variantı. Çünki arada 12 ilə 12-nin arasında 7 dənə 0 olmuş olacaq. Daha sonra deyir 25 milyard 4 milyon 12 tam. Tam o deməkdir ki, vergül. Yəni ki, məsələn, deyirəm 5 tam, tutaq ki, 10'da 2. Yəni 5 dənə tamı var, vergül. 10'da 2 o deməkdir ki, vergüldən sonra bir dənə ədəd gəlir. %2 olanda artıq vergüldən sonra 2 ədəd gəlməli olacaq.
vergüldən sonra 2 ədəd yazılacaq. 1000-də 2-də vergüldən sonra 3 ədəd yazılacaq. İndi biz qaydaq sualımızda bizə nə deyir? Deyir ki, deməli 25 milyard, deməli bizə lazımdır milyard, daha sonra milyon, daha sonra minlik, daha sonra təklik. Deməli 25 milyard 4 milyon 12, təkcə 12. Deməli, hər bildik ki, mərtəbə qiyməti birincidən başqa 3 rəqəm olmalıdır. 0, 0, 0, 0. Tam deyirsə, deməli, bu ədədi yazıram. 25, 2 dənə 0, 4, 3 dənə 0, 0, 12, tam, vergül. 1000-də 23. 1000-də 23 o deməkdir ki, vergüldən sonra 3 dənə rəqəm gələcək. Əgər bu rəqəm 23-dürsə, deməli 0,23 olacaq. Çünki əgər mən 23-ü bura yazıb soluna 0 yazsam, o artıq olacaq 230, 23 olmayacaq. Deməli, burada da doğru cavab 4-cü sualda Y variantıdır. Daha sonra 5-ci suala baxaq. Deməli, yenə də deyir ki, 23 milyard 800 milyon 14. Deməli, 23 milyard, milyardlıqlar sinifinə yazıram. Milyonluqlar sinifi 8 milyondur, 8 yazıram. Minliklər sinifindən söhbət getmədi. Təkliklər sinifi də 14. 0-14, çünki hər sinif 3 rəqəmdən ibarətdir. 0-0-0-0-8. Deməli, doğru cavab olacaq 5-də D variantı. 23, 0-0-8, 3 dənə 0-0-14. Ədəd necə oxunur? Ədədi oxumaq istəyiriksə, mütləq şəkildə sondan əvvələ doğru 3-3 ayırırıq. 3-3 ayırırıq. Olur təkliklər, olur minliklər, olur milyonluqlar, olur milyardlıqlar. Deməli, 60 milyard, 50 milyon, 48 min, 1 ədədi. Deməli, doğru oxunuş olacaq B variantı. 60 milyard, 5, deməli, 60 milyard, bir dəqiqə, üzr istəyirəm, B variantında. C-yə baxdım, B variantında. 60 milyard, çünki burada 5 milyon deyir, səhvdir. Burada da 5 milyon deyir, səhvdir, 5 milyon deyir, səhvdir, səhvdir. Elə burada çıxdaş eləyəndə B variantı qalır. 60 milyard, 50 milyon, 48 min, 1. Doğru cavab B variantı. Daha sonra 7-ci sual. Deyir ki, ədəd necə yazılır? 5 milyard, deməli, milyardlıqlar sinifi. Daha sonra milyonluqlar sinifi. Daha sonra minliklər sinifi. Daha sonra təkliklər sinifi. Deməli, bizə nə deyir? Deyir 5 milyard 231 min 231 min 7. Milyonluğa heç nə demədiyi üçün 3-0 yazıram. Təkliyə də 0-0-7 yazıram. Deməli, doğru cavab olur A variantı. 8-ci sualda elə bunu silib buradan belə sinifləri olduğu kimi yazsam daha rahat olar. Məsələn, 13 milyon 3 min. 13 milyon deyir. Milyard demədiyi üçün milyardı boş buraxıram. 13 milyon 3 min 27. Aha. Deməli, 0 yazacağım. Çünki hər bir sinif 3 rəqəmdən ibarətdir. Minliyə 0-0-3 yazacağım. Olacaq 13 milyon 3 min 27. Deməli, doğru cavab olacaq D variantı. 13 003 027. Daha sonra 9-cu sualı da burada elə üzərində qeyd edək. Deməli, 9-cu sualda nə deyir? 9-cu sualda deyir ki, 300 milyon. Milyardlıqla işim yoxdur. 300 milyon. Aha, 13. 13 də təklikdir. Deməli, minliyə də 3 dənə 0 yazıram. Söhbət minlikdən getmir. Və hər bilirik ki, sinif 3 dənə mərtəbə qiymətindən ibarət olmalıdır. Ona görə burada 0-13. Deməli, doğru cavab 9-da olur. Y variantı. Daha sonra, baxın, yenə də tama aid bir sualdır. 72 milyard, baxın yazırıq, milyardlıqlar sinifi. Daha sonra milyonluqlar sinifi. Daha sonra minliklər sinifi. Daha sonra təkliklər sinifi. Deməli, 72 milyard, o deməkdir ki, 72 milyard. Yazırıq 72. 52 milyon, 52 milyon, 129 tam. 129 tam. Bu o deməkdir ki, artıq mənə demir ki,
Yəni minliklər sinifindən heç nə demir. Minliklər sinifindən heç nə demirsə, deməli mən keçirəm 129 tam. Təkliyə yazıram 129-u. Minliklər sinifi 3 sıfırdan ibarət olur. Milyonluqlar sinifinə 1 sıfır yazıram. Deməli ədədim 72 0 52 0 0 129 tam deyir. Yəni vergül. Artıq tamdan sonra yüzdə deyir. Yüzdə deyirsə, deməli mən 2 dənə rəqəm yazacağam. 65, yüzdə 65. Deməli doğru cavabım olur C variantı. Daha sonra 11-ci test tapşırığı 234 milyon, baxın 234 milyon deyir milyonluqlar sinifinə. Daha sonra minliklər sinifi gəlir. Daha sonra təkliklər. Bu milyonluqlardır, bu minliklərdir, bu təkliklərdir. Deməli, deyir 234 milyon, 234 milyon 1015. 1015 o deməkdir ki, yəni 1 dənə 1015. 15 yazıram. Bu da olur 0 0 0. Yəni doğru cavab 11-ci test tapşırığında olur C variantı. Minin qabağında 5000 demirsə, 6000 demirsə, deməli 1 deyir. Yəni 1. Daha sonra 12-ci test tapşırığı ədəd necə oxunur? Ədədi oxumaq istəyiriksə sondan 3-3 ayırırıq. 3, 3, 3. Təkliklər, minliklər sinifi, milyonluqlar, milyardlıqlar. Aha, 70 milyard olmalıdır. Baxın 7 səhvdir. 7 ilə başlayan səhvdir. 70 milyard. Daha sonra milyonluqdan heç də deməməliyəm. 700 min olmalıdır. Yazıb 70 min. Səhvdir. 700 milyon olmalı. 700 min olmalıdır. Deməli 700 min 70 milyon yazıb. Heç milyonluq lazım deyil. Doğru cavab olur 12-də. Y variantı. 13-də sondan əvvələ doğru 3 ayırıram. Təklik, minlik, milyonluq. 20 milyon. 20 milyon. Aha. Deməli baxıram. 20 milyondursa A çıxır. D çıxır, Y çıxır. 20 milyon 340 min. 340 min deyib B variantı olur 13-də. Daha sonra 30 milyon 30 min 30 ədədi necə yazılır? Milyon dediyi üçün milyon. Sonra gəlir minlik sinifi. Sonra gəlir təklik sinifi. 30 milyon 30 min 30 ədədi necə yazılır? Sadəcə birincidən başqa qarşıya 0 bir dənə artırılır. Olur doğru cavab 14-də B variantı. Daha sonra ədəd necə oxunur? 3-3 ayıraq. Deməli 3-3 ayıranda təklik, minlik, burada da milyonluq. Bu da milyardlıq. 3 milyard olmalıdır. A getdi. 30 səhvdir, getdi, cıdır. 3 milyard 600 milyon. 623 səhv yazıb 600 milyon D B variantı. 3 milyard 600 milyon 230 min bir ədədidir bu. Daha sonra 16-cı test tapşırığı. Bu cəmdə deyir neçə minlik var? Cəmi toplayanda, məsələn, deməli 6 dənə 6-nın üzərinə 6 dənə 4 gəlirəm. Bu da eləyir, deməli 6 dənə 6-nın üzərinə 6 dənə 4 gələndə eləyəcək 0 yazıram 1 yadda 1, 1, 1, 1, 1, 1. Yəni 6 dənə 1, bir dənə 0. Ədəddə neçə minlik var deyirsə, minlik ədədinin özündə, minliyin özündə 3 dənə 0 olduğu üçün ədədin sonundan 3 rəqəmi silirik. Deməli qalır 4 dənə 1. Yəni doğru cavab olur 16-da A variantı. 17-də də 7 dənə 2 ilə 7 dənə də 2, 4, 6, 7. 7 dənə 2 ilə 7 dənə 8-i toplayır. 7 dənə 8-i toplayır. Burada da necə olacaq? 7 dənə 1 alınacaq. 4, 6, 7, bir dənə 0. Bizdən Y idi minliyi soruşduğu üçün sondan 3 rəqəm silinəcək. Bu səfər 4 dənə, 5 dənə 1 alınacaq. Yəni 17-də Y variantı. Daha sonra deyir ki, bu ədəd neçə rəqəmli o ədəd ola bilər? Aralıqda yerləşən ədəd üçün biz mütləq şəkildə baxmalıyıq ki, bu aralığın əvvəlindəki və sonrakındakı ədəd neçə rəqəmlidir? Bu ədəd 8 rəqəmlidir. Bu ədəd də 8 rəqəmlidir. 2 8 rəqəmli ədədin arasında yerləşən ədədin özü də 8 rəqəmli olacaq. Məsələn, tutaq ki, adi nümunə. 13 ilə deyirəm ki, A-nın içi A yerləşir 13-dən 97 aralığında.
Bu da 2 rəqəmlidir, bu da 2 rəqəmlidir. Onsuz da A da onda 2 rəqəmli olacaq. İndi eyni bir şeydir. 8 rəqəmli, 8 rəqəmlidir. Deməli A özü də 8 rəqəmli ədəd olacaq. Deyir, aşağıdakı fikirlərin neçəsi doğrudur? Bütün rəqəmlər ədəddir. Bu doğrudur. Çünki bizim 10 dənə rəqəmimiz var. Həmin o 10 rəqəmin 10'u da ədəd sayıla bilir. Bütün ədədlər rəqəm deyil. Bu da doğrudur. Çünki məsələn biz demişik ki 13 ədəddir. Amma bizim 10 dənə rəqəmimiz var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 13 rəqəm deyil. Bu da doğrudur. Ən böyük cüt rəqəm 9'dur. Səhvdir. Ən böyük cüt rəqəm 8'dir. Ən böyük tək rəqəm 9'dur. 9 rəqəmimiz var. Səhvdir. 10 dənə rəqəmimiz var. Deyir, bütün rəqəmlərin hasili natural ədəd deyil. Bu da doğrudur. Niyə görə? Çünki baxın 0 vur, 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 vur, 7 vur, 8 vur, 9 vur. Yəni bütün rəqəmlərin bir-birinin hasili natural ədəd deyil. Çünki əgər vurmanın birinin daxilində 0 varsa, deməli belə deyək də cavab 0 eləyəcək. Biz də bilirik ki, natural ədədlər sayma zamanı istifadə etdiyimiz ədədlərdir. Biz sayma zamanı 0'dan istifadə etmədiyimiz üçün 0 natural ədəd deyil. Ona görə Y variantı da doğrudur. F variantında isə deyir, bütün tək rəqəmlərin hasili 0'dır. Tək rəqəmlər 1, 3, 5, 7 və 9'dur. Tək rəqəmlər içərisində 0 olmadığı üçün bunları bir-birinə vuranda hasil 0 ola bilməz. Ona görə 3 fikir doğrudur. Yəni C variantı. Daha sonra 20-ci test tapşırığı. Deyir, 67 milyard, milyard dediyi üçün milyardlıqlar sinifini, sonra milyonluqlar sinifi, daha sonra minliklər sinifi, təkliklər sinifi yazırıq. 67 milyard 23 milyon 2015. Onda 0'ı yazıram. 2 0 bura yazıram. 1 0 da bura yazıram. Bizə deyir ki, bu ədəd neçə rəqəmlidir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, bu ədəd 11 rəqəmlidir. Yəni C variantı. 21-ci test tapşırığı. Deyir, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli cüt ədədin yüzlük mərtəbəsinin mərtəbə vahidlərinin sayını tap. Rəqəmlər müxtəlif ən böyük 5 rəqəmli ədəd deyəndə 9'dan başlayıram, yazıram. 9, 8, 7, 6. 5 rəqəmli dedirsə mən bura 5 yazaram. Amma mənə deyib ki, cüt. Cüt deyibsə artıq 5'i yaza bilmirəm deyə 4 yazıram. Və bizə deyir ki, yüzlük mərtəbəsinin mərtəbə vahidinin sayı neçədir? Bu təklikdir. Bu onluqdur, bu yüzlükdür. Yüzlük mərtəbəsinin mərtəbə vahidinin sayı deyəndə ədədin özünü götürürük. Doğru cavab olur A variantı. 22-ci test tapşırığı. Sondan əvvələ doğru oxunur deyəndə 3 ayırırıq. Təklik, minlik, milyonluq, milyardlıq. Deməli 50 milyardla başlamalıdır. A getdi, C, D getdi, Y getdi. Doğru cavab olur B variantı. 50 milyard, 500 milyon, minlikli deməməliyəm. Bir də 50. Daha sonra 23. Mərtəbə vahidlərinin cəmini tapın deyir 5'in. Mərtəbə vahidlərinin cəmi bu şəkildə tapılır. 5 rəqəminin dediyi üçün 5'in altına xətt çəkilir. Vahid riyaziyyatda 1 deməkdir. 5 1 ilə əvəz olunur. Birinci birdən sona qədər arada hansı ədədlər qalırsa sona qədər dediyim üçün bu 8'də 0'a çevrilir. Amma əvvəlki ədədə deymirəm. Ona görə doğru cavabım olur 23-cü test tapşırığında C variantı. 24-cü test tapşırığı deyir, 2 rəqəmli ədədin onluq mərtəbəsində duran rəqəm təklik mərtəbəsində duran rəqəmdən 7 dəfə böyükdür. Təbii ki, bu ədəd 71'dir. Çünki onluğu 7'dir, təkliyi 1'dir. Onluq təklikdən 7 dəfə böyükdür. Bu ədədin yerini dəyişdiyim zaman 17 olur. 71 17 oldu. Nə qədər dəyişdi deyirsə 71'dən 17'yi çıxıram 54. Yəni 54 vahid azalar. Daha sonra 25-ci test tapşırığı. Deyir, bu ədədin 10 milyonluqlar sinifində duran rəqəmin yarısının 9 misli. Baxın, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Milyonluq, 10 milyonluq. Yəni 10 milyonluqlar mərtəbəsində 8 dayanır. 8'in yarısını eləyir 4. Bunun da 9 misli eləyir 36. Deyir, bu ən kiçik 2 rəqəmli ədəddən neçə vahid böyükdür? Ən kiçik 2 rəqəmli ədəd 10'dur.
36 ondan neçə vahid böyükdür? 26 vahid böyükdür. Doğru cavab olur B variantı. 26-cı sual. Deyir, minliklər sinif deyirsə, 3-3 ayırıram. Təklik, bu da minlik. Deyir, minliklər sinifinin rəqəmləri cəmi, minliklər sinifi 4, 7, 9-dur. Rəqəmləri cəmi eləyir 20. Milyonluqlar sinifi isə 3-3 ayıranda minliklər sinifindən sonra gələn sinifdir. Yəni 3, 4, 9. Milyonluqlar sinifinin rəqəmləri hasili. Milyonluqlar sinifinin rəqəmləri hasili eləyir 108-dən. Nə qədər? Neçə vahid kiçikdir? 108-dən 20-ni çıxıram. Eləyir 88. Doğru cavabım olur A və C variantı. 27-ci sual. Deyir ki, x, y ədədinin üzərinə, yəni 2 rəqəmli bir ədədin üzərinə A ədədini gəldilər. Və bu x, y ədədi deyir ki, onluqlar mərtəbəsi 3 vahid artdı. Təkliklər mərtəbəsi 7 vahid azaldı. Yəni bu x, y ədədi onluqlar 3 vahid artanda ədəd 30 vahid artır. Təkliklər 7 vahid azalanda ədəd 7 vahid azalır. Deməli, əvvəl x, y idi. İndi oldu x, y üstəgəl 23. Deməli, A neçədir? Üstünə 23 gəliblər də. C variantı. Ədəddə neçə minlik var deyəndə, min ədədinin sonunda 3 dənə 0 olduğu üçün sondan 3 0 silinir. Deməli, 6504 dənə minliyimiz var. Yəni C variantı. Daha sonra deyir, ədədin hansı rəqəminin mərtəbə qiyməti daha böyükdür? Təbii ki, ən əvvəldə olan ədəd. Çünki baxın, bunun mərtəbə qiyməti belə deyək də 9-dur. Mərtəbə qiyməti deyəndə altına xətt çəkdiyim ədəd belə deyək, qalır. Ondan sağda 0-la əvəzlənir. Bunun mərtəbə qiyməti 70-dir. Bunun mərtəbə qiyməti 600-dür. Bunun mərtəbə qiyməti 4000-dir. Bunun mərtəbə qiyməti 30.000-dir. Ən böyük 3-dür. Ona görə A variantı olacaq. Ədəddə neçə təklik var? Neçə təklik var deyəndə ədədin özü qədər təklik olur. Deməli, 30-da doğru cavab olur Y variantı. 31-ci sual deyir ki, bu ədədin minliklər sinifi. Bu təkliklər sinifidir. Minliklər sinifi 3, 4, 9-dur. Milyonluqlar sinifi 4, 9, 8-dir. Düzdür? Deyir ki, indi bizə nə deyir? Deyir, minliklər sinifi, yəni 3 üstəgəl 4 üstəgəl 9-un rəqəmləri cəmi 16-dır. Milyardlıqlar sinifi 9, 7-dir. Rəqəmləri cəmi hasilini soruşur. Rəqəmləri hasili 9 vur 7, 63-dür. Və biz bunların da cəmini tapmalıyıq. 63-ün üstünə 16 gəlməliyik. Eləməlidir 79. Yəni D variantı. Daha sonra 32-ci test tapşırığına baxaq. Aha, burada deməli bizdən hissə-hissə təhlil eləməliyik. Necə? Başlayaq. Deməli, baxın, deyir ki, 4 rəqəminin mərtəbə vahidi. 4-ün mərtəbə vahidi deyəndə 4 1-lə əvəzlənir. Sağında neçə rəqəm varsa o qədər 0. Deməli 100. Daha sonra onsuz da axırda cəmini istəyir bizdən. Üstə gəlinsin. Minliklər mərtəbəsinin mərtəbə vahidlərinin sayı təklik, onluq, yüzlük, minlik. Minliyin mərtəbə vahidi 0-dır. Ona görə 0 yazıram. Üstə gəl. Vahidinin sayı 0-dır. 9 rəqəminin mərtəbə qiyməti. 9-un altına xətt çəkirəm. 9 olduğu kimi qalır mərtəbə qiyməti deyəndə. Ondan sağda neçə rəqəm yerləşirsə o qədər 0. Mərtəbə qiymətində ədəd olduğu kimi qalır. Üstə gəl. Bu ədəddə olan milyonluqların sayı. Milyonluqların sayı o deməkdir ki, ədəddə bu ədədi təzədən yaz. Neçə milyonluq var? Neçə milyonluq var deyəndə milyonun sonunda 6 dənə 0 olduğu üçün sondan 6 0-ı silirəm. Olur 870. 100 üstə gəl 90, 190. Üstünə gəl 870 eləyir 1060. Yəni doğru cavabım olur A variantı. Daha sonra baxaq 33-cü test tapşırığına. 0 rəqəminin mərtəbə qiyməti. 0-ın mərtəbə qiyməti 0 olduğu kimi qaldığı üçün sonuna da sıfırlar yazanda elə 0-dır. Üstə gəl. 9 rəqəminin mərtəbə vahidi. Mərtəbə vahidi deyəndə 1 yazılır. Ondan sağda 3 dənə ədəd olduğu üçün 3 dəfə 0 yazılır. Olur 1000. Üstə gəl. Onluqlar mərtəbəsindən duran mərtəbə vahidin sayı 8-dir. Təklik onluq mərtəbə vahidinin sayı 8-dir. Üstə gəl. Mərtəbə vahidlərinin sayı və ədəddə olan 100 minliklərin sayı. Ədədi təzədən yazırıq. Deməli. 100 minlik deyəndə 100 min necə yazılır? 100 yanında 3 dənə 0. Yəni 5 dənə 0 var. Sondan 5 rəqəm silinir. Olur 45. Bunların cəmi də eləyir 1053. Və bizə bu rəqəmin cəminin rəqəmləri cəmini istəyir. 1 üstə gəl 0,
Üstəgəl 5, üstəgəl 3, yəni 9 doğru cavab olur. 33-də D variantı. Ədədin mərtəbə qiymətlərinin cəmini istəyirsə, 6 ədədinin 6-ların altına xətt çəkirəm. Bura mərtəbə qiyməti deyəndə 6-lar olduğu kimi qalır. Birincidən sonuncuya qədər, yəni sonuncu ədədə qədər sıfırları sıralayırıq. Deməli, doğru cavab olur 34-də A variantı. 35. Rəqəmlərin müxtəlif ən böyük ədədin yüzlüklər mərtəbəsinin vahidlərinin sayı neçədir? Rəqəmlərin müxtəlif ən böyük ədəd deyəndə bilib baxın demir neçə rəqəmlidir. Onda 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Bu ən böyük rəqəmlərin müxtəlif olan ədəddir. Yüzlük mərtəbəsi təkli onluq yüzlük mərtəbəsi 2-dir, dayanır. Və mərtəbə vahidlərinin sayı elə 2-dir. Doğru cavab olur A variantı. Daha sonra 36-cı test tapşırığı. Deyir, sıfırın mərtəbə vahidi. Sıfırın mərtəbə vahidi deyəndə 0 1 ilə əvəzlənir. Sağında 0 yazılır. Olur 10. Üstəgəl. 6 rəqəminin mərtəbə qiyməti 6 yazılır. Sağında neçə də rəqəm varsa o qədər dəfə 0 olur 6000. Üstəgəlinsin. Yüzlüklər mərtəbəsinin mərtəbə vahidlərinin sayı. Yüzlüklər təkli onluq yüzlük 3-dür. Üzərinə gəlirəm 3-ü. Üzərinə gəlirəm. Ədəddə olan milyonluqların sayı. Ədədi təzədən yazıram. Milyonluqlar deyəndə 6 dənə 0 sondan silinir. 1, 2, 3, 4, 5, 6 olur 548. Niyə görə 6 0? Çünki milyonluq deyəndə 1 yanında 6 0 nəzərdə tutulur. Deməli, bunun da cəmi 6561 eləyir. Bizdən rəqəmləri cəmini soruşur. Rəqəmləri cəmi də eləyir 18, yəni C variantı. Daha sonra 37-dir. Ədədində yüzlüklər mərtəbəsinin neçə vahidi var? Bu ədəddə yüzlüklər mərtəbəsinin neçə vahidi varsa, yəni mərtəbə vahidinin sayını soruşur. Təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsinin vahidi sayı, yəni neçə vahidi var o deməkdir ki, mərtəbə vahidinin sayı. Yəni doğru cavab olur D variantı. Daha sonra deyir 10 milyonluqlar mərtəbəsində duran təklik, onluq, yüzlük, minlik, 10 minlik, milyonluq, deməli təklik, minlik, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq, 10 milyonluq. 6 dayanır. 6-nın yarısı eləyir 3, 5 misli eləyir 15. Doğru cavab olur Y variantı. Daha sonra minliklərin sayı ilə, ədəddə minliklərin sayı ilə yüzlüklər mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti arasındakı fərq. Ədəddə neçə yüzlük var deyəndə, yəni neçə yüzlük var deyəndə ədəddə minliklərin sayı deyir. Minliklərin sayı deyirsə, ədəddə neçə minlik var deyir. Yəni 1000 ədədin sonunda 3 0 olduqca 3 0 silirəm. Deməli, minliklərin sayı 478-dir. Daha sonra yüzlük mərtəbəsində duran rəqəm hansıdır? Yüzlük mərtəbəsində duran 5-dir. 5-in mərtəbə qiyməti deyəndə 5 olduğu kimi qalır. Ondan sağda 0 olur. Olur 500. 478-dən də 500-ü çıxıram. Eləyir 2. Deməli, doğru cavab olur 22. Yəni A variantı. Daha sonra 40-cı test tapşırığı. Deyir, bu ədədin onluqların sayı, bu ədəddəki onluğun sayı deyəndə nə olur? Bir rəqəm silinir. Olur 6, 4, 3, A. Təkliyin sayı deyəndə ədədin özü qalır. Yəni 6, 4, 3, A, B. Yüzlüyün sayı deyəndə, yüzlüklərin sayı deyəndə 2 rəqəm silinir. Çünki yüzdə 2 0 var. 643. İndi deyir, onluqların sayı təkliklərin sayından 57923 vahid kiçikdir. Yəni, mən təkliklərin sayından onluqların sayını çıxanda cavabım eləyir 57923. Daha sonra deyir ki, onluqların sayı yüzlüklərin sayından 5792 var. Deməli, mən belə deyək də, təkliklərin sayı, onluqların sayını çıxırıq. Bizə deyir ki, təkliklərin sayı, onluqların sayı təkliklərin sayından. Təkliklərin sayı 64300 AB-dir. Onluqların sayı isə 6400, deməli 6403 A-dır. Daha sonra deyir ki, onluqların sayı yüzlüklərin sayından 5792 vahid çoxdur. Deməli,
yüzlüklərin sayı onluqların sayından çoxdur. Onluqların sayı daha çoxdur. Deməli, onluqların sayından yüzlüklərin sayını çıxanda eləyir 5792. Deməli, necə elədik? Bizə verilən bir ədəddə, deməli, bizə minliklərin sayı, onluqların sayı, təkliklərin sayı və yüzlüklərin sayını istəyir. Ədəddəki təkliklərin sayı ədədin özü qədərdir, qeyd elədik. Onluqların sayını soruşanda birini silib yazırıq. Yüzlüklərin sayını soruşanda ikisini silib yazırıq. İndi bizə deyir onluqların sayı təkliklərin sayından. Deməli, onu demək istəyir ki, təkliklərin sayından onluqların sayını çıxanda cavab 57923 eləyir. Yüzlüklərin, yəni onluqların sayı yüzlüklərin sayından. Yəni bu zamanda onluqların sayından yüzlüklərin sayını çıxanda cavab 5792 eləyir. Hə, indi baxıram. A-dan 3'ü çıxıblar, cavab 2 eləyib. Deməli, A 5'dir. Həqiqətən də sonra 13 çıx 4, 9 belə gedib. Deməli, A 5'dirsə, neçədən 5'i çıxanda cavab 3 eləyər? 8. Deməli, B-də 8'dir. 8 üstə gəl 5, cavabım eləyir 13. Yəni, A variantı. 40-cı test tapşırığında doğru cavab olacaq A variantı. Deməli, bugünlük bu qədər. Əgər bizim ödənişli dərslərimizdə iştirak etmək istəyirsinizsə, 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərsiniz. Dərslərimiz Zoom proqramı ilə canlı formada keçirilir. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın ki, MHM 2025-in növbəti izah videoları qarşınıza çıxsın. Sağ olun, salamat qalın.